Həzrəti Əli əleyhissalam bir söz buyurur Nəhcül Bəlağədə 13-cü hikmətdə. Yəni, nadir hallarda eşidilən bir sözdür. Və ağa da Allahın nümayəndəsidir yer üzündə, Allahın adından o danışa bilir. Buyurur ki, nemətlər, nemət yəni Allahın adamı verdiyi istənilən şey nemətdir də, fərqi yoxdur. Hər şey nemətdir, nə varsa nemətdir. Buyurur, nemətlər dəstə-dəstə gəlir, qatarla gəlir. Nemət zəncirvari gəlir. Zəncirin birinci halqası əlvə çatdı, mümkün qədər çox şükr elə və onu günahda işlətmə ki, o biri halqalar gəlsin. Buyurur, İzə vasalət iləykum ətrafun ni'am fəla tunəffiru əqsaha bi qilləti şükr. Elə ki, nemətin başlanğıcı gəldi, çatdı sənə, çatdı sizə, davamı üçün şükr eləyin, onu günahda işlətməyin. Elə olmasın ki, az şükr etdiyinizə görə davamı gəlməsin. Buyurur, nemətin başlanğıcı sizə çatdısa, az şükr etməklə onun ardının gəlməsinin qarşısını almayın. Belə çıxır ki, məsələn, Allah birinə bir istedad verib, əgər doğru yolda istifadə edilsə, davamı gələcək. Allah birinə bir halal pul verib, doğru istifadə eləsə, şükr eləsə, davamı gələcək. Çox maraqlıdır və bizə həyat dərsi verir.